İsti oğlanlar masallı isti suda. Natiq müəllimlə cənub tərəfə 2 günlük bir gəzişməyə çıxdıq. Qaydanı görmədi. Vay amma bitdən görüb polis ilişərə. Orada görməsə də burada görə bilərlər, yəni. Sən hal-hazırda mülki inspektorluq vəzifəni yerinə yetirirsən. Deyirlər Lerika Babatqar yağıb ki, axçıraqda. Nədir bu qumbara? Qumbara kim oxusa da Qurumba. Lənkəranda qalacağımız otelə gəlib çatdıq. Hə, Bəşəru çayı var burada, qəşəng çaydır. Bəşər Əsəd nə çayı? Bəşəru? Hə, inşallah Bəşər Əsədin gündə qalmarıq. Nə maraqlı bir interesli yolu var. Hə, özü qəşəngdir. Çox qəşəng yolu var ha. Gəlib çatdıq. Düş. Çayın səsinə bax. Buranın elə gözəlliyi çayındadır da. Hə, Natiq müəllim gözəl də. Dirəşib ki, çıx üstündə otur, adamı zibilə salarıq. Çayın gözəlliyinə bax. Hə. Natiq müəllim kəllə ata bilərsən? Hə, sonra gəl kəlləm atam aşağı. Özdə qəribə belə istilik də var ha burada. Ləzzət eləyir adama. Getdik otağımıza yerləşməyə. Ayaqqabılarımı soyuna. Kəs Natiq müəllim. soyursan? Ha, yox, ayrıblar yatağımızı, görürsən. Hə, Axır ayrılıq. yaxşı bir yerdə Axır ayrıldıq. Axır ki. Yoxsa hara gəlsək ər-arvad kimi bir dənə yekə çarpayın verirlər. Balkonumuzdan super bir mənzərə. Qaldığımız abi Riva Hill oteli çox gözəl həblə mənzərəli qəşəng bir yerdir. Boy idman alətləri. Bizi saxlamaq olar hə. İstiqamət Lerika. Geyək görək oralara nətər qar yağıtdı. Burada yolları zadı da çox qəşəngdir ha. Mən bir şey anladım ki, Masazırın yollarından başqa hər yerin yolları yaxşıdır. Onlar bir Masazıra da bir əl gəzdirin. Bir köpək oğlu buradan gəlib keçmir, Natiq müəllim. Ancaq biz gedirik. Elə bildim axırını deyəcəksən ki, ancaq biz. Yox, ancaq biz gedirik. Yəni camaat oradan qaçır ki, 3-4 metr qar yağıb. Ha, bir dənə maşın gördük. 3-4 metr qar yağıb, hamı oradan gəlir ki, özümüzü zibilə salmaya. Biz amma getmişik, o sən deyən eləməyə. Zibilə salmağa. Sən deyən eləməyə gör, necə tərbiyə, intellekt dağıdır ki, o sözü istifadə edə bilmir. Əməlli başlı qar artdı, Natiq müəllim. Yol üstü gəldik qəblə maraqlı bir məkana. Elə abıda da oturub başladıq tıxışdırmağa. Doyub çıxıb gözlərinə işıq gəlirdi. Bura hələ təmizləyiblər ha. Hələ təmizləyirlər, bax gör hardan. Əməlli başlı qar var. Dizdən deyirlər, bax həmin o dizdəndir. Biz gecəyə düşəcəyik ha. Fikirləşmiz hə? Qurtdan qorxan meşə getməz. Axşam qurt görəndə deyəcəm. Qurt deyəcəyik. Həqiqətən çox gözəl hava-havası var buranın. Çox ləzzətlidir də. Həm havası qəşəngdir. Bir də maraqlıdır ki, deyiblər 1 metr, 2 metr qar yağıb. Onu görməyə gedirik. Bir balaca ehtiyat tədbirimi görüb. Ehtiyat tədbiri budur, qarda. Bu yay üçün olan krasovkalar. Natiq mənim geyinməkdən soyunur. Heç getdi, yolçu trasta gərək. Yol üstü ayağımızı yorğanımıza görə uzatmaq niyyəti ilə dirox maşınımıza bir də yüngülvarı test eləyək ki, hara girəcəyimizi bilək. Bu qədər. Öz fəaliyyətimiz elə bundan ibarətdir. Boş qarın üstündə maşın gicə döndü. Ən azından bildik ki, bizim girə bilmədiyimiz kolları var. Kişi sənə, dost didaq bağrımıza bastı. Adam qardaşını qoyub gedər burada. Əməlli başda problemli yollarda. Bir köpək oğlu bilə gəlməz. Köpək oğludan nə istəyirsən qardaş? Birimizi axır köpək oğlu çıxardasan burada. Qoy oturmuşuq da qardaş, qoy kişilər otursunlar yerlərində. Lerika qalxan yolları zülümdür, zülüm. Eləmə. Zıqqana Lerikaya girdik. Həmişə sən gələsən, ay Natiq müəllim. Rayonun içindəki yollar vapşem lappadır. Əminəm ki, yayda buralar möhtəşəm olar. Bu sürüşür ha. Gəlir üstüvə. Ay, dayanmır arxaya, bir dayanmır. Natiq müəllim tər bastı. Sudur, tər deyil amma. Qar düşür üstümə. Qar yağır yəqin. Qardaş, sən qadı oyala. Sən təkəri yeyim, qardaş. Bagajı oyun elə. Dəyməmiş bir tər böğründən keçib getdik. Sonunun düşünən nə idi? Ağıllı adamdır. Bayaq amma nəsə qurt-murt deyirdi. Məni dərd götürüb ki, biz axşama düşsək buranın nətər qayıdacaq. Bu nə deyib? Soyuqdur, soyuq. Adamın gözü donur burada. Nəinki gözü? Və sair. Dilimiz zəngin dildir. Oy da bu belə bəkdir ha. Mənim ağırlığımı hiss eləmir. Gəl çıx ağlın artsın, gəl. Oy, tamam.
Təsəvvür Allahım getdin də. İndi Bugs Bunny kimi gircək yerin altına sən orada nə işin var? Elə özüm az qala yıxılmışdım. Nə oldu? Yəni bir şey əldə etdin? Qar əldə elədim. Hava da qaralır. Didoq da ay bitər olmamış, dağdan düşək. Axşama temperatur düşür, yolları buz bağlayır, vəziyyət biraz daha gərginləşir. Zülmət yollarla hər yanı fırlanıb nəhayət ki otelimizə çatdıq. Axşam nəsə işığımız da getdi. Natiq müəllim hara getdin? Qaranlıqları özündən daşıyırsan da. Mənim nurumu oradakı işıq qaldıra bilmir və qaldırdı. Yəni küləyin böyüklüyünə maşınla dözmədim. Otağımızda qəşəng bir jalüz var idi, onu saldıq. Proyektor azdan aldığımız bu proyektoru qoyduq habra və yandırdıq. Özəmlə divara uyğunlaşır və fokuslanır. YouTube, mutuvu, hər şey var. Biz də oturub iki kişinin izləyə biləcəyi ən ciddi multilimə baxdıq. Kompakt bir proyektorda həblə keyfiyyət həqiqətən möhtəşəmdir. Proyektor azda hər cür proyektorların kirayəsi, təmiri və satışı mövcuddur. Həmçinin ikinci əl proyektorlar da var. 2 günlük səfərimizin ikinci günündə durub gördük ki, hər yeri duman basıb, yüngül də yağış yağır. İştahla səhər yemağımızı yemağa düşdük. De, Natiq müəllim. Otur. Aşpazımızla da görüşdük və yemağımızı yolladı. Ha bu mənzərədə yeyişmək adama ləzzət eləyir də. Natiq müəllim yemaqdan sonra üz tutdu onu əritməyə. Rahatdır, biraz elə daha çox. Maksimum qaldır, maksimum. Şpada. Jean-Claude Van Damme. Harun, ayaq altıdan dürüm eləmişdim. Bu niyə belə olub? Bayına çalışır ki, maşının nəsə, pulu məndən nəsə çıxardırsın, belədir. Astaradan bir qardaş bizi yeyişməyə dəvət elədi. Biz də dedik ki, tanış olaq. Salam aleykum. Aleyküm salam qardaş, necəsiz? Şəfanlı gəlin. Balaca, salam aleykum. Nətərsən? Sən Harun əmi. Elə bu qardaşlarla dallı qabaqlı yola düşdük. Dedilər sizə aparıq isti suya. İsti suya doğru irəliləyirik. Soyuq addımlar. Axıda gəlirsən ki, soyuyub da. Yəqin bu da isti su, Natiq müəllim, buxarlanır. Qaynamağa qoyublar. Burada qardaş. Kükürt idi. Kükürtlü su da. Qardaş deyib 2 dəfə belim sərtmişdi. Gəldim abida 2 gün çimdim, onunla da çıxıb getdi. Səni dəvət edirəm sənə özəl hazırlanmış otağa. Bəy hamamın. Hamamda sən istəyəcəm. Oy, doğru. Qısa zorab geymirəm, bax. Özdə 2 şalvar geyirəm. Səndə 2 şalvardır. Bilirsiniz də 2 şalvar geyin kişi. Sən o tema. Şey olur. Xataçar olmur. Ay çox istidir. Oy. Yandırdı. Ay Allah yandım. Çox istidir. Ay. Hə nə oldu? Öləşdir girim. O öyrəşmir, elə o bir dəfəyə girməlisən. Dirəşib, gir o yan mən. Gir də nə olacaq ki? Gir. Ay sonra çıx eləğə başqa şey. Çizadı. Eləğə başqa şey. Onu da sal, amma tərpətmə. Ay sənə ha. Oh, yandım. Ora yaxın olanda daha çox yandım. Hə, biraz o var, düz deyirsən, ona razıyam. Oyda, bir dənə relaksı var. Neçə dərəcədir görəsən, çox maraqlıdır. Məncə bu hardasa 60 var. Biraz sən getdi o tərəfə. Gedə bilmirəm də, gedə bilmirəm. Gedən kim yandırır. Mən sənə kim deyirəm, ki mən Ürəkliyəm. Ay Allah. Tüşlərim yandı. Bütün bir şey gəldi buradan. Toyuğu yolarsın. Yox, sən tərpədirsən. Oyda, orada tərpədir, mən də yandım. Eləmə tərpətmə. Oyda, tərpədəndə mənim də ayağım yandı. Çıxacam, eləmə. O, bu bütün bədəni bura necə soxulsan, qardaş? Soxan varsa bura bütün bədəni yazsın oraya elə. O zaman üzür bunun altında. Burada üzməyə yer var, bax balaca yerdir dəymiş. Dərin olanı var da, masalındakı üzürlər. Mən çıxdım, qardaş. Yandım. Nəhayət müvəffəqiyyətlə çolpa kimi pişib çıxdıq. Qardaşlar dedilər ki, gəlin bir dənə arxamıza geyək, bizə bir dənə ördək götürək, pişirək. Ayaqlarım hələ də istidir, Natiq müəllim. Səndə də? dəhşət o qarda adam donar ha. O gəlib istiyə çıxarsan açılmaz. İndi də necə isinibsə, Soyumaq bilmirəm, imişli olub. Bir dənə ördəkdən ötürü həblə təhlükəli yollarla gedərlər hə. Qardaş, bir dənə yemək üçün bu əziyyətə dəyməzdi məncə. Qardaş, bura normal yoldan gəlmək olmazdı. Onlar da dedim biraz adrenalin maraq, qəşəng oldu. Bir dənə ördəyə görə dəyməsəydi. Nəysə gəldik qardaşın öyünə çatdıq.
Qardaş da sağ olsun, həyətindəki apelsinlərindən, limonlarından 2 səbət yığdı maşına. Astara geldin, Astarın portakalından, mandalindən, limondan yemədinsə də nə yemsən? Allah razı olsun qardaş. Allah malınıza bərəkət versin minnətdarım. Qardaşın oğlu ilə də bir xatirə şəkli. Bir şəkilə bir səbət limon, apelsin çəkir. İstəsəniz müraciət edə bilərsiniz. Kartofla da razılaşır. Kartonla qədəb edin. Allah razı olsun. Həsrətlə gözlədiyimiz ördək də gəldi, getdik bişirməyə. Ördağımızın qəşəng qanadı qıçı kəsildi. Bir sözlə şaqqalandı. Hazirə nazirlər də havada pişmağın gözləyir. Manqalımız hazır, ətlər şişə keçdi və təcili pişmağa. Pəh! İlk dəfə kütüm yeyirəm, deyirsiz ki, mənim balıqla o qədər aram yoxdur. Çox maraqlıdır ki, mən bu balığı çox sevdim. Halbuki mən ancaq farel yeyə bildiyimi düşünürdüm. Bu da ördəyimiz deyirlər dəhşət bərk olur əti. İlk dəfə də yeyəcəm. Bəlkə də. Həqiqətən bərk imiş. Amma dadı ləzzət elədi də, yəni o dağı daşı aşmağa dəydi. 2 gün qalıb Riva Hill otelimizi tərk elədik. Yol üstü dedik Masallıdakı isti suya da dəyək. Və burada daha böyük qaynayan hovuzlar var imiş. Təbii ki, bu zövqü qaçıra bilməzdik. Mütləq. Getdik. Çox istidir ancaq. Məhz bu balaca olan hovuz dəhşət istidir. Davay Natiq müəllim. Göreyim səni. Hə. Gedir? Ay, gedir istidir. Nətərdir? Əladır. Yaxşı. Oy oy oy. Oyda, kayfdır. Adama bir dənə rahatlıq gəlir. Soyuq havada istiyə girməyə başqa ləzzət var. Özə heç kim olmamağa vəbşə ləzzətlidir. Həftə içi gəlməyin yeri başqa. Heç kim yox. Bura dərin də ha. Bir də gəl kürəyini sökə bura, isti su vurur orada. Demək bura ən istisidir. Oyda. Daha Kürəyim yandı. 70 dərəcə. 70 dərəcə. 70 dərəcədir Bir burada. çay qayna tökülər kürəyini. Bir də kürəyini qoy bura. Əlimi vurum. Oyda. Vurmaq olar. Dəhşət dərəcədə istidir də. Ayaq. Ay Allah. Ondan. Ayağını qaldır. Qıçımı qaldı. Ehtiyatlı ol, sonra vərdiş olar. Sal ayağını sonra çıx at bur özünü. Çox isti. Çox istidir buna, hə bu. Bura öyrəşmək mümkün deyil yəni. Kimsə giribsə desin, yəni bura. Gəl kürəyini sökə bura, gəl kürəyini sökə bura. Ha, yox istəmirəm qədər. Masaj eləyir də səni. Ya, nə yaman masaj eləyir. An, gücə bax, hə, para bilmirəm. Kolumu qıracan, kolumu qıracan. Her şey yapın Allah için. Allah için. Ayağım. Parmağımda burada yandı. Söykən də, mən deyirəm ki, mən söykəndim, sən də söykən. Hə, də xoşluqla, basma da. O həzzi mən buradan hiss eləyirəm. Yox qardaş, yandırılır. Təkimiz bir yerdə yanaq. Yanıqdır da. Yanıq şərəf. Gözlə. Oy. Ağsaqqal da çaylarımızı gətirdi. Hər oğlan üçün mən çay içmirəm. Güya da əslində olan hamı üçün çayçı işləyirəm. İsti suyun içində isti çayında başqa ləzzəti varmış. Hələ bu başqa leveldir də yəni. Dirəşib ki, cəsafən datım. Dirənim ki, sənə nəsə eləməliyəm. Eləmədə, xaçdan, Yoxmuram, zərərsiz. Eləmədə, onsuz zərərsiz adamam. Mən zərərsiz adamam. Sən də öyrədir. Mənim başıma əziz. İldə bir dəfə gəlmişəm, gəldiyim günü mən peşman edirsiz. Bu arada tam tərbiyəli videodur ha. Bax ikimiz ətrafda heç kəs yoxdur. Heç kəs. Həyatım mən düşməyim, anlayın, çəkmə məni. Sən nə atmaz? Harun da, Harun. Həyatım biz həmişə biz. Girdim. Şübhələnəm səndən. Evdə mənim həyatım məhv eləyəcəklər, belə getsə. Şoh, çimdoq çıxdıq. Donduram başsızı. Deyir çəkmə əynimi dəyişim. İnanın mən də doğuram. Allah! Dayı sağ olsun, burada çay qoyur. Qurulandıq, giyindik, dəstəmaz alıb namaza. Belə dəyərli izləyicilər, bununla da Əndirabadi səfərimiz, vloqumuz sonlandı. İnşallah növbəti vloqlarda görüşənədək. İsti suyun, soyuğun. Nəsə, təbii ki kanalımıza abunə olmağı və videonu like etməyi unutmayın. Bəs. Qəşəng limon var.